Dəyərli tamaşaçılar, hər vaxtınız xeyir olsun. Bugünkü qonağımız əməkdar həkim, tibb elmləri namizədi, tərəqqi medallı, Hipokrat Tibb Mərkəzinin təsisçisi, əslən Yardımlı rayon Çanaqbulaq kəndindən olan Tağıyev Maylxan Bağoğlu. Maylxan doktor, sizi salamlayıram. İnanıram ki, maraqlı müsahibə olacaq. Cənubun səsində sizin birinci müsahibənizdir, ilk müsahibənizdir və mən çox sevinirəm ki, bu günləri Cənub elindən olan bir gözəl insan, dəyərli ziyalımız bu günləri tibb sahəsində bu qədər yenilik və inanıram ki, bütün gördüyünüz işlərlə bağlı bizə tam ətraflı müsahibə verəcəksiniz və ilk sual olaraq mən Maylxan doktor sizə bildirmək istəyirəm ki, Maylxan doktor tamaşaçılarımıza özünü təqdim etsin, öz həyat fəaliyyəti haqqında, yaradıcılığı haqqında qısaca da olsa məlumat versin və biz digər suallara keçdikcə artıq suallarımıza cavablayarsınız. Buyurun. Təşəkkür edirəm, xoş gəlmisiniz. Yəni, mən Sumqayıda 1966-cı ildə gəlmişəm. Orta məktəbi qutarandan sonra gəlib instituta imtahan vermişəm. Onda da 2 sinif, 10-11-ci sinif bir yerdə qutardı. Yəni, bir ildə. Ona görə böyük konkurs oldu. Mən konkursdan keçmədim və gəldim, deməli, Bakıda qalırdıq imtahan verəndə. Öyle gəldik avtovağzala, gördük yazılıb Sumqayıt. Sumqayıt mindük avtobusa, gəldik, düşdük avtovağzalda. Avtovağzalda gəldik, düşdük, indi biz bilmirik hara gedək. Amma bilirik ki, bizim bir əmi oğlu Elxan adında, əmi oğlu Sumqayıt, o da Sumqayıtda olur. Bu 66-cı ildir. Avtovağzalda biz düşəndən sonra bir belə o vaxt mənim yaşımda olan bir kişi mənim qarşıma gəldi. Mənim də 17 yaşım vardı. Bu dedim, ay əmi, salam əleykum. Dedi, əleykum salam. Dedim, əmi, Elxanı görməmsən. Dedi, ay bala, Elxan kimdir? Dedim, Elxan mənim əmim oğludur. Burada yaşayır. Dedi, bala, bura şəhər deyir, kənd deyir. Burada hamı bir-birini tanımır. Harada yaşayır? Dedim, burada yataqxanada yaşayır. Dedi, sən belə elə də, sən onu tapmaq üçün ged otur o yataqxanaya girən yol var. O yolun qırağında otur, bəlkə Elxanın özün gördün, bəlkə bir tanış adam gördün, onu da sən tapa bilərsən. Mən də həqiqətən 2 nəfərdir. Sonra rəhmətli Respublika prokuroru da mavin vəzifəsinə qədər yüksəldi. Biz gəldik, oturduq orada. Oturduq orada, elə biraz oturmuşduq. Bir dənə bizim qonşu kənddən tanış bir adam gəldi, çıxdı. Biz durduq bundan, ağlaya-ağlaya görüşdük, öpüşdük və gəldik, biz tapdıq və o yataqxanada biz yəni yerləşdirdilər. Və onunla da mən Sumqayıtda fəaliyyət göstərməyə başladım. 66-cı ilin avqust ayının 22-sində. Orta məktəbi amma kənddə? Orta məktəbi mən Yardımlının özündə qutarmışam. Çünki bizim kənddə o 4-cü sinifə qədər təhsil vardı. Sonra biz gedirdik, onda Yardımlı rayonunda Sovet vaxtı idi də, 50-ci illərdə. Onda 3 dənə orta məktəb vardı. Yardımlının özündə vardı. Yolacaq kəndində, bir də Arus kəndində. Biz getdik Yardımda məskunlaşdıq. Orada mən yəni orta məktəbi qutardım. Orta məktəbi də yəni yaxşı oxuyub qutardım. Necə deyirlər, uşaqlıqdan, gənc yaşlarınızdan həvəsiniz vardı həkimliyə, yoxsa sonradan? Mən uşaq vaxtı çox xəstəliklərim olub. Yəni, cərrahi xəstəliklər. O vaxtda da, o 59-58-ci ildə Yardımda cərrahi həkimlər yox idi. Məni masalda elədilər. Sonradan mən 14 dəfə əməliyyat olundum. 14 dəfə əməliyyat olundum və sağalmadım.
Mən deməli instituta da 2 dəfə imtahan verdim, qəbul olmadım. Mən qəbul fikrimi dəqiqləşdirdim ki, mən getməliyəm əsgərliyə. Orada hərbi hospitalda bu xəstəliyimi də müalicə elətdirim, həm də xidmət eləyim. Mən şeydən qalmayayım. Ordu sıralarında xidmətdən qalmayayım. Mən getdim deməli, indiki Kalinin şəhəri var, Tverski oblast deyirlər. Mən deməli, gedən gecəsi məni aparılır hospitala. Orada əməliyyat elədilər, orada da yenə düzəlmədi. Sonra da nəsə getdim, məni əməliyyat elədilər, mən düzəldim. Mənim deməli, ömrümdə həvəsim yarandı ki, mən cərrah olmalıyım. Bu qədər əməliyyat olunmuşam. Cərrah olmalıyım. Gəldim tibb universitetinə, imtahan 2 dəfə vermişdim. Qəbul olmamışdım konkursa. 3-cü dəfə imtahan verdim. İmtahanın deməli, kimyadan da 4 almışam, biologiyadan da 4 almışam, yazdan da 4 almışam. Deməli, yazıdan 3 dəfə imtahan vermişəm, 3-də də düşübdür Cəlil Məmmədquluzadənin Ölülər komediyasında İskəndər Suri. Ölülər əsəri. Bunu da yazmışam, qiymət almışam. İndi fizikadan mən bilet götürmüşəm. Fizikanı da bu gün də yaxşı bilirəm. Çox gözəl bilirəm. 5 dənə bilet götürüb cavab vermişəm. Bu dedi, yox, sənə mən 2 yazacağım. Bu gəldi, onda da adamlar vardı, o qoruyucular, idmançılar vardı. Bunlar gəlirlər, bu müqamət göstərənlərə tutub çıxardırlar şeydən, imtahanla. Biri gəldi mənim, ikisi gəldi. Amma bu adam da gələndə adamın üstünə, ikisi də eyni vaxta gəlmir. Biri onun dalıyca gəlir. Bu birinci gələni götürdüm, saçı, uzun saçı vardı. Saçından tuttum, bir də qayışından. Qaldırdım başıma, attım divara. Bu getdi elə ora düşdü, qaldı da orada. O birisi daha gəlmədi mənə yaxın. Mən də bu anatomiya korpusudur, qalxdım, çıxdım pəncərənin ağzına yuxarıda. Dedim, kim gəlsə, mən buradan özümü, əvvəlcə sizi atacağım. Nə qədər gücüm çatır. Gücüm çatmayanda özümü atacağım bu şeydən, yəni mən özümü eləyəcəm də, şəhid eləyəcəm. Bu Azərbaycanda imtahan yolunda. Heydər Əliyev də rəhmətli, deməli 1 ildir gəlib. Hə, Ulu Öndər də 1 ildir gəlib, 69-cu ildə, mən 70-ci ildə o gəlib, mən də 70-ci ildə imtahan verirəm. Nəysə, çıxartdılar, hayküy düşdü, bütün institut qarışdı, rektor gəldi, prorektor gəldi, bu fizika kafedrasının müdürü gəldi. Dedi, bala, orada niyə durumsan? Dedim ki, mən bilirəm, o mənə 2 verir, 2 yazır. Qurban Əliyevidir, fizika kafedrasının müdürü, yaxşı kişiydi, Naxçıvandandı. Dedi, bala, gəl danışaq da, dedim, danışaq. Dedi, düş gəl, bir dənə sənə vərəq verirəm. Bu vərəqə adı yazırsan, familiya yazırsan, mən də sənə bir sual verirəm. O sualı bilsən, mən sənə bir dənə 3 verirəm, sən keçirsən. Yox, bilməsən, sən özün 2 yazarsan, mən qol çəkərəm. Dedim, baş üstə. Düşdüm, gəldim, bəli, bilet çəkdim. Biletdə də düşdü, indi də deyim də onsuz da. Deməli, mikroskopda şüaların keçdiyi yol. Bu da elə ağır sualdır, çox böyük, mənalı sualdır. Yəni, bunu gərək çəkəsən şəklin. Şəklin çəkə bilməsin, bu, yəni, cavab yoxdur da, 2 verir. Mən də bunun qəşəng şəklini çəkdim, bu da götürdü, dedi, bir dənə 3 yazdıq, dedi, qardaş, səni təbrik edirəm, sənə can sağlar. Oxudum tibb institutunu, qutardım, gəldim, mənim təyinatımı verdilər Gəncəyə. Gəncədə də baş həkim gəldim, salam mələkim, əleykim salam. Gəncələr, köhnə Gəncəlilər də, mən, yəni, indiki Gəncəlilər. Dedi, bala, sən bura nəyə gəlmişsən? Dedim,
Mən gəlmişəm təyinatla burada işləməyə. Dedi, burada sənin qohumun zadın var. Dedim, yox, heç kəsim yoxdur, heç kəsi də tanımıram. Dedi, sən özün hardansan? Dedim, mən Yardımdanam. Dedi, Yardımdan bura neçə kilometr olar? Dedim, Bakıdan gəlsin, bir 650 kilometr yox. Yox, bu Biləsuvardan Pramo gəlsin, 400-300 kilometrdir. Dedi, bədbəxt oğlu, bədbəxt. Sən burada heç kimin yoxdur. Sən bura nəyə gəlmişsən? Dedim, valla gəlmişəm də, eləməyə gəlmişəm. İndi dedi, bala, mən gəl sənə bir məsləhət görüm. Harada yaşayırsan? Dedim, Sumqayıtda. Dedi, get Sumqayıda. Sumqayıtda dispanser yoxdur. Orada həkim işləyə bilərsən. Sən Gəncədə burada qalsın da, ömrün axırına kimi heç şöbə müdürü də işləyə bilməz. Ged orada bəlkə bir şey əmələ gəldi. O vaxtda da təyinatla gelirlər də, 3 il işləyərsən, sonra gəlirsən. Mən də gəldim Səhiyyə şöbəsinin müdürünün yanına, Adil müəllimdir, Əliyev. Dedim, Adil müəllim, sən Allah, vəziyyət beləncidir, mənə atqaz ver, mən istəmirəm burada işləmək Gəncədə. Mən qayıtmaq istəyirəm Sumqayıda. O təyinatda vərəqdə yazılırdı ki, deməli 15 gün müddətində bu gələn təyinatla gələn insan tələbədir, həkimdir. Bu yaşayışla, yəni evlə təmin olunmalıdır, yaşayış məntəqəsi ilə. Ya yataqxana, ya ev, ya nə. Mən də gəldim, dedim ki, qardaş, onda mənə qalıram burada, mənə şey ver, yataqxana ver. Bu dedi, sən hardan gəldin, çıxdın, mənim başımı xərab eləyirsən. Çıxdım, getdim, mən onda Brejnevidir. Bir də Podgornada Ali Sovetin sədri. Telegrama vurdum ki, gəlmişəm, 15 gündür küçədə yatıram mən. Mənə təyinatla gəlmişəm, ev vermirlər. Məni sırası çağırdılar, təyinatımı dəyişdirdilər, məni göndərdilər Səhiyyə Nazirliyinə. Səhiyyə Nazirliyindən də göndərdilər Sumqayıda. Sumqayıtda mən narkoloq işləməyə başladım. Yaxşı da işim getdi. Sonradan belə oldu ki, mənim gəldi. Deməli, siyasi bürodan yoxlama gəldi. Onda da Sovetski Soyuzu'da da yoxlama gəldi. Bunlar gəldilər, bunu gördülər, mən gördülər, iş aparıram, filan eləyirəm, neynəyirəm. Sonra Allah rəhmətli eləsin, Heydər Əliyev də birinci katibdir. Bunlar getdilər, onu daxlad eləyəndə, durub daxlad eləmişdilər, demişdilər ki, Azərbaycanda ümumiyyətlə narkologiya xidməti sıfır vəziyyətindədir. Yeganə bir yer var, Sumqayıt. Orada qəşəng təşkil olunub, çox gözəl, cavan oğlandır, təzə qutarıb institutu. Biz sizdə bilmirik, sizdən xahiş edirik, orada bir dispanser açın, onu qoyun orada baş həkim, qoy o işi təşkil eləsin. Bunlar elə gələndən sonra, 1-2 aydan sonra məni çağırdılar Səhiyyə Nazirliyinə, davay, hazırlaş, gəl, Onda da mən partiyanın üzvü deyirdim. Kommunist Partiyasının üzvü deyirdim. Kommunist Partiyasının üzvü olmayan adamları da vəzifəyə qoymaq olmazdı da. Çətin məsələ. Çətin məsələ idi. Yəni, partiyanın üzvü deyirsənsə, sən baş həkim işləyə bilməzsən. Gətirdilər mənə, qoydular baş həkim. Bir yer verdilər, oradan mən o dispanseri yaratdım. Mən 40 il baş həkim işlədim. Səhiyyəni yaratdım, səhiyyədə yeniliklər yaratdım, öz sahəmiz üzrə də. O katatoniya xəstəliyi demirəm. Sən katatoniya xəstəliyi 100% ölümlə nəticələnən xəstəlik idi. Mən onu maqnitoterapiya tətbiq etməklə o vəziyyətdən çıxartdım. Bu günləri katatoniyada, yəni dünyasını dəyişən insanlar yoxdur. Və sonradan bütün bu maqnitoterapiya aparatı budur. Bunu mən deməli 78-ci ildə Rostovda düzəltdirib gətirmişəm.
mənim maqniti tətbiq eləmək mənim ixtiramdır. Amma maqnit bütün dünya bu günləri maqnitlə, yəni yer kürəsi, ondan planetlər bir-birinə niyə toqquşmur? Yaxın gələndə itələyir, uzağa gedəndə cəzb eləyir, yəni orbitdə saxlayır. Orbitdə saxlamağa da biz, yəni bunu Allah mövhumundan tutmuş, digər mövhumlarla biz bunu başlayırıq izah eləməyə. Hazırda neçə ildir həkim kimi fəaliyyət göstərirsiniz? Tam. 77-ci ildə. Noyabrın 17-sində. Bu illər ərzində həm tibb elmləri namizədi adı almışsınız, həm tərəqqi medalı adı almışsınız, həm əməkdar. Moskvada mən müdafiə eləmişəm maqnitlə. Mən müdafiə mənim yazdığım elmi, deməli, tətbiq elədiyim elmi metod dünyanın heç bir yerində yox idi və mənim heç bir yerdə müdafiə eləyə bilmirdim. Çünki maqnitlə məşğul olanlar psixiatr deyildilər, psixiatr olanlar maqnitlə deməli məşğul olmurdular. Məni onda göndərdilər Moskvaya, Serbiski institutda müdafiə eləməyə. Mən axırda getdim, deməli Minskə getdim, Tallinnə getdim. Tallində bir alimlər vardı maqnitlə məşğul olanlar və sonradan mən Moskvada müdafiə elədim. Tibb elmləri namizədəyin SSR vaxtı almışam. Bəs əməkdar həkim tərəqqi əməkdar həkimi almışam 2009-cu ildə. Sumqayıtın 60 illiyi ilə əlaqədar. Tərəqqi medalını da elə həmin ili almışam. Çox gözəl. Hal-hazırda Hipokrat tibb mərkəzində Hipokrat sonradan mən nə fikirləşdim? Mən fikirləşdim ki, bu dövlət səhiyyəsində hər bir şeyi eləmək mümkün olmur da. İstədiyi tətbiq eləyə bilmirsən, tapa bilmirsən və elə axır. Mən deməli bu küçənin axırında bir Səməd Vurğun küçəsidir bu küçə. Orada vardı yer, getdim, oranı götürdüm. Orada başladım şeylə məşğul olmağa, yəni özəl səhiyyə ilə məşğul olmağa. Bu təsadüf eləyir 92-ci illərə. Hal-hazırda Hipokrat tibb mərkəzini neçənci ildə yaratmışsınız? Hipokrat tibb mərkəzi 96-cı il. 96-cı ildə və bugünkü günə qədər bu rəsmi surətdə yaranır. Həm təsisçisiniz, həm də ki həm təsisçiyəm, həm də ki buranı. Baş həkim qızımdır. Hal-hazırda tibb mərkəzində fəaliyyətiniz, yəni hansı növlərdə fəaliyyət? Bütün növlərdə fəaliyyət var, o cümlədən maqnitoterapiya. Azon köçürdürü, oksigeni ilk dəfə oksigeni venaya köçürtməyə biz akademik Ramazan müəllim vardı Azidə. Biz onunla bir yerdə eləmişik. Yəni oksigeni venaya nətər köçürtmək olar. Sonradan oksigen bizim pulumuz olmadı onu yaratmağa, o aparatı azanatırı. O yarandı başqa yerdə, amma o ilk elmi məlumat bizim adımızla bağlı olaraq gedir. Bəli, qeyd edədiniz ki, qızım baş həkim, övladlarınızdan sizin peşənizi davam etdirən var? Mənim deməli 2 qızım olub, bir oğlum. Qızımın biri kandidat nağıqdır, o birisi dünyasını dəyişib. Uşaqları var, Almaniyada oxuyurlar. O da həkim idi. Mənim xanımım da həkimdir. Biz bir yerdə oxumuşuq. Yəni institutun 1-ci kursunda mən felçerlik işləmişəm. Sonra da deməli 2-ci kursda oxuyanda bir nəfər deməli imkanlı adamın oğlu bizlə bir qruppada oxuyurdu. Bunlar o imkanlı adamların da pulu olurdu da, yeyib içirdilər. Bu xəstələndi, düşdü xəstəxanaya. Mən cərrah olmaq istəmişəm. Mən psixiatriyadan tamam qorxum olub. Mən getdim bu, deməli, Surə Nəsbyan deyirlər, o vaxt indi Süleyman Rüstəmdir. Getdim bunun yanına, görürüm, mən xəstələr gəlir, biri deyir, mən Allahla danışıram, biri deyir, mən Peyğəmbərəm, biri deyir, mən imamam, nəyəm. Mən baxdım, bunlar, bu nədir, bu insanın beyni nətər belə dəyişə bilər. Necə sən beynin dəyişə bilər ki, sən deyəsən, mən Məhəmməd Peyğəmbərəm, nəyəm. Nəysə,
Gəldim, indi mən fikirləşirəm ki, bura sanitar düzəlim işə. Mən də fikrimi dəyişdim cərrah olmaqda. Mənim fikir yarandı ki, mən psixiatr olmalı. Gəldim, baş həkim Müştəbazadə idi, Şəkidən də Allah rəhmət eyləsin. Dedi, get spravkalı gətir. Mən gəldim, indi spravka mənə vermirlər. Mən də yoxum, güz bəla bir xahişlə, minnətlə, yalvar, yaxarla spravka aldım, gətirdim. Rəhmətli professor Abbasquliyev vardı, psixiatr, məşhur psixiatrdır dünyada. O mənə gəldi, o Müştəbazadə dedi, bunu götür, ekspertiza şöbəsi vardı. Ekspertiza şöbəsi nə idi? Burada həm xəstə gəlirdi, həm özün yalandan dəliliyə vuran, cinayət törətmiş adamlar gəlirdi, həm də ekspertiz eləyirdin də bu adamlarla gərək sən fərqləndirirdin. Bu doğrudan da xəstədir, yoxsa yalandan adam öldürübdür, gəlibdir, eləyir, özün qutarmaq istəyir. Mən onlarla kravatda yatırdım. Gecə nələr danışırdılar, nə edirlər, onları eləyirdim, yığırdım, analiz eləyirdim və beləliklə institutu qutardım, getdim Gəncəyə, Gəncədə Şadisəndə dedim, qayıtdım, gəldim bura və Sumqayıtda mən psixiatriya dispanserin yaratdım. Bu günləri İndi həmin dispanser işləyir. Bu isə ilk özəl tibb müəssisəsidir. Hipokrat tibb mərkəzi. Hipokrat da ilk həkim olub dünyada. Ona görə də mən bunun adını Hipokrat qoydum. Və indi burada bizim, məsələn, biz telemetrik ensefalografiya eləyirik. Telemetrik nə deməkdir? Məsələn, xəstə Bakıdadır, biz onun şilemi keçiririk başına, burada EEG eləyirik. Xəstə Amerikadadır, məsələn, Obama'nın qızın biz eləmişik ensefalografiya. Yəni, bu sahə üzrə biz Azərbaycanda ən irəlidə gedən bir müəssisəyik. Çox gözəl. Bu günləri Marxan doktor regionlarda olan səhiyyə sisteminə yəqin ki, tanışsınız və məlumatınız var. Mənim fikrimdə bu günləri regionlarda səhiyyə sistemi çox zəifdir. Siz necə düşünürsünüz? Bu həqiqətən belədir, yoxsa özləri inkişaf eləmək istəmirlər? Potensial enerji var, kinetik enerji var, bir də ruhi enerji var. Ruhi enerjini sən çevirə bilirsənsə, potensial enerjiyə, sən dahisən. Yəni, biz bu sahə üzrə gedəndə insanlar inkişaf eləyirlər. Doğma yardımı ilə bağlı biraz xatirənizdən istəyədim danışırsınız. O kənddən, o insanlardan, o... Valla, mən yardımda anadan olmuşam. Anam, 2 yaşım olanda anam rəhmət olub. Mən ana hissini demək olar ki, bilmirəm. Sonradan orada 4-cü sinifi orada qutarmışam. Sonra qonşu kətdə 7-ci sinifi qutarmışam. Sonra da gəlmişik, qalan 8, 9, 10, 11-i qutarmışıq yardımının özündə. Yəni, dünyada 11 iqlim qurşağı var. 11 iqlim qurşağının hərəsinin özünün yeri və məkanı və zamanı var. Hər iqlim qurşağının özünün fauna və florası var. Fauna bitkilərdir. Flora bitkilərdir, fauna da canlılarıdır. Bax, o da o yardımlıdır, ora. Mən yardımlı, onu Məmməd Aslan rəhmətli çəkib, biz gedib gəzirdik, eləyirdik. Mən demək olar ki, Azərbaycanın bütün rayonlarında olmuşam, bir dənə Cəbrayildə olmamışam. İnşallah olar. Hə, inşallah o da, yəni qalan rayonlarda olmuşam, onların, yəni hər yerin özünün, cənubun öz adamları var. Cənubun öz yeməyi var. Məsələn, ləvəngini cənubdandır da. Bunu burada ləvəngi eləyirsən, 100 dəfə də eləyirsən, o cənubun ləvəngisi alınmır. Marxan doktor cənublara nə demək istəyir? Mən cənublulara can sağlığı arzulayıram. Özü çox, mən bu bizim assosiasiya üzrə
mən vitse-prezidentəm bütün regionlar üzrə. Lənkəranda 2-3 dəfə keçirtmişik. Yəni Masallının həkimi mən təyin eləmişəm. Yardımlar eləyirəm, onlara izahat verirəm. Necə eləyin, nətər eləyin, nə vəziyyətdə olsun. Lənkəranda bir neçə dəfə xəstəxanada olmuşam. Lerişə getmişəm, yardımlıya getmişəm. Düzdür, Gəncəyə də, Qazaxa da, ondan sonra Quba, Qusar, bu yerlərə də getmişəm. İnsanların hər yerdə öz o təbiətinə görə öz təbiəti olur. Məsələn, elə ağac var, o şimalda bar verirsə, cənubda bar vermir. Cənubda tutaq ki, mandarin var. Burada mandarin bitmir axı. Dağda külək olur. Dağda soyuq olur, şaxta olur. Gərək onu dözə biləsən. Aranda, məsələn, Masallı aran yerdir də, dağa nisbətən. Amma Masallı dünyanın ən varlı bir məkanıdır. Ən varlı məkanıdır. Əhalisinin sayına görə də Kitayı ötür. Çini ötür Çini. Sən bu indi ləvəngi bişirirlər də. Ləvəngini indi toyuqdan da bişirirlər, quzudan da bişirirlər, nə bilim nədən bişirirlər. Amma ləvəngi sırf Cənubun nümunəsidir və yeməyidir. Ləvəngini onlar bilirlər. Heç qabaq toyuqdan ləvəngi mən görməmişdim. Ləvəngi ancaq balıqdan olur. Məhsəti xanım Gəncəvi Nizami ilə eyni vaxtda yaşayıb. 12-ci əsrdə yaşayıb. Məhsəti xanım Gəncəvi sözü nizama düzəndə, rübai yazanda Avropa qadınları hələ ibtidai şəkildə yaşayırdılar. Amma indi biz Avropanı eləyirik də, onlara paxıllığımız tutur, niyə bunlar qabağa gedib. Əslində bizim millətdən gözəl millət yoxdur. Mən bayaqlarda bunu qeyd elədim ki, 11 sait səsdən 9-u bizim dildə var. O nə deməkdir? O təfəkkürün inkişafı deməkdir. Yazının inkişafı deməkdir. Kimsə atom silahı kəşf eləyir, atomdan insanları qırmağa, biz isə o həmin sözlərlə, o sait səslərlə sözləri nizama çəkirik. İnsanlara sözlə, dünyada ən güclü, ən təsir eləyən silahdan da, ondan sonra yeməkdən də çox sözdür. Söz haqqında şeir də var. Birinci saflığı varsa da suda, artıq içiləndə dərd verir o da. Yəni söz üçün deyiblər. Çox danışmağın da özünün də bir zibili var. Canlı insan üçün iki şey vacibdir. Bir, oksigen, hava. Havasız 2 dəqiqə, 3 dəqiqə yaşamaq olur. Bir də yuxu. Yəni, yuxu ilə hava normal olmasa, biz bunu nizamlaya bilməsək, onda cəmiyyətdə də problem yaranır, ailədə də problem yaranır, ailə ilə ünsiyyətdə də problem yaranır. Yəni, bu doğrudan da çox vacib bir problemdir, o həddən artıq vacib problemdir. Sən cənub zonasında da palıd ağacları çoxdur. O palıd ağacları, hələ bu Cəllabada kəsəndən sonra mən uşaq idim, o ağaclar böyüyüb deyə, meşələr də palıddır. 90 metrdə dərinlikdə olan yodu götürə bilir tərkibinə. O cümlədən də qoz götürür. Qozun qabığı, o taxtası var, yeyib atırıq, tullayırıq, gedir. Amma ən qiymətli dərman odur. O qozun qabığıdır. O qozu saxlayır. Bu qoz ağacından alınmış yoddur. Azərbaycanda yod çatışmır.
yod qozdan, qoza niyə qurd düşmür? Qoz ağacına. 600-700 il yaşayır. Tərkibində yod oldu. Bu qoz ağacından mən almışam bunu. Bu yodu və xəstələrə verirəm. Bu günündə vermişəm, təsdiq olunsun rəsmi və bunu geniş şəkildə yayaq. İnşallah. Çox sağ olun doktor. Dəyərli dostlar, bugünkü qonağımız əməkdar həkim, tibb elmləri namizədi, tərəqqi medallı Mahirxan Tağıyev idi və Mahirxan Tağıyev bu günləri ümumi Azərbaycanı və Cənub bölgəsinin fəxri ziyalılarındandır və çox sevinirik ki, bu günləri daha bir cənubunu, tarixin yaddaşına köçürtdük. Dəyərli doktor, sizə təşəkkür edirəm. Dəvətimizi qəbul ediniz, diqqətinizə, qayğınıza, sayğınıza görə çox sağ olun. Allah sizi qorusun və inanıram ki, bundan sonra da tibb sahəsində uğurlarınız çox olacaq. İnşallah. Cənublu kimi çox sevinirəm ki, bu günləri Hipokrat Tibb Mərkəzinin təsisçisi, tərəqqi medallı tibb elmləri namizədi, əməkdar həkim Cənubludur, yardımlıdandır, bizim fəxrimizdir. Təşəkkür edirəm. Bəli, sağ olun.